Selamun aleyküm. Deməli, bir bağ satmaq istəyirik inşallah. Öz bağımızdır, Novxandadır. Murad Market var, Kanal Murad Market. Oradan 300 metr məsafədədir. İndi bağın həyətindən Murad Marketdə göstərəcəm sizə. O belə avtomatik darvazadır, 12 sotdur. Pultla darvazadır. Gəldin, girdin, yolka ağaclardır sağda. Belə. Sonra girdi içəri. O burada deməli bir dənə verənçinə evdir. Evdir. Biraz daldan götür, daldan deyəndə biz arxadan götürək. Bu belə. Girdim, mən də həyəti görsədim sizə. Çalışacağım ki, tez görsədim. Burada bir dənə verənçinə uşaq idman kompleksi var. Uşaq idman kompleksi. Deməli, bunun sürüşkəni var. Uşaqların razmerindən asılı olaraq dartınmaq üçün, eləmək üçün şeylər var. Sonra qamaq var, skalalaz var. Bu skalalazla deməli durmuşsan yuxarıya, qalaya belə deyək də. Bu güya qaladır. Sonra burada belə yerləncəklər var. Burada belə bir dənə şalaşdır, şalaş. Burada rukaxotdur, rukaxot. Yəni bundan uşaq sallana gedir. Yəni bu yaxşı şeydir. Turnik kimi də istifadə elə, nə tər istifadə edirsən də gəzmə, amma rukaxotda gəzmək daha yaxşı olur. Burada deməli bizim meyvə ağaclarımız var. Alma, bunlar gilasdır, nədir? Cürbəcür meyvə ağaclarımız var. Deməli, burada feyxualarımız var. Qəşəng feyxua yetişib. O belə. Burada mangal var, mangalini. Mangalinin də özündə əlüzyanı, nə bilim, staleşnitsası. Burada mangalın yanında burada basendir. Basen 10 metrənin 4 metriyədir. 4-dən biraz əskidir. O arkadaki da motorxana, bir də ki hamamdır ki, basenlə çıxanda gedib orada çiməsən. Buradan belə. İndi evin içində görsədim sizə. Nəysə bu video çox keçdi, çox çəkdi. Gəlsəniz buna axıra qədər baxan olmayacaq. Ama nafsi ki göstereydi.